Rapsılarla İxvan həmişə bir olub. Məsələn, Mursi gələn kimi ən birinci səfərin Mursi İran elədi. Əhməd Nicat da Misirdə neçə əsrlər boyu gəlmirdi. Gəldi ora. Getdi Hüseynin başı olan meçidi ziyarət elədi. İxvanlar həmişə Rapsılarla yaxşı olub, həmişə. Hətta Qardav Ezad, Məhəmməd Qazali Ezad, Xomeyni gələndə gəlib beyət eləmişdilər ona. Qardav Ezad Xomeyniyə? Var alsın biləlim ona. İxvanlar eləmişdir. Eləmişdir. İxvanlar hamısı eləmişdir. Ona görə İxvanlar həmişə Rapsılarla yaxşı olublar. Böyle Sadır 529'un ölüme məhkum edilər də. 165'in diyor tutumlarına. Türmədə də İxvanlar. Onların da öyle işler. İxvanlar həmişə Rapsılarla yaxşı olublar. Tarix boyu. Hətta İbn Laden Əl-Qaidə İranda qalırlar, İranda olan yerləri zat var. Ailəsi də oturardı. Suriyada İran'ın Yəni, sizə fikirləşməyin, onlar onunla pislər, yox. Yox, istəyəni görə demirəm. Yox, münasibətləri. Yox, elə bilirəm ki, onların elə atılmağını... Məsələn, adi sözü kəsirəm. Biz təkfirçilərin bütün o fikirləri gətirib, onlara cavab bir dənə kitab var. 2 ildir, bəlkə 2 il durur. Orada da elə. Kemal qardaş yığıb, bütün o xavaricdən fikirlərini də gətirir və onlara cavab. Bir 5-6 ay bundan qabaq çağırdılar Kemalı, həmişə çağırırlar. Gəl, bunu düzəlt, bunu düzəlt. Hələ mən deyəcək icazə verməyiblər. Bir 5-6 ay bundan qabaq çağırmışdılar, dedilər ki, orada Qardav ilə Seyyid Qutub barədə yazdığımı çıxart. Qardav ilə Seyyid Qutub barədə yazdığımı çıxart. Kemal dedi ki, mən çıxartdım, yaxşı dedim, indi icazə verin. Hələ icazə verməyib. Sadəcə bir şey var da, yəni bir görünməyən bir tərəfi də var. Yəni çox Başa düşmür.